Şimdi sualı bir də təzədən baxaq. Saxarozan hidrolizindən alınmış glikoza deyir. Siz də bilirsiniz ki, saxaroz nədən təşkil olunub? Saxaroz nədən təşkil olmuşdu? Alfa glikozadan, beta fruktozadan. Bizə deyirsin hidrolizindən alınmış glikozdan. Saxarozan özü 342 nədir? Qramdır. Bax altdan yazarım. 342 qram. 342 qram saxarozadan, yəni 1 molundan bilirsən ki, 1 mol nə yaranacaq? Glikoza yaranacaq, glikoza. Amma sənə verib 68,4 qram saxaroza. Bundan da tapdıq ki, bayaq hesablamışdı. Neçə mol eləmişdi? 0,2 mol. Aysa 0,2 mol deməli glikoza C6H12O6. İndi biz bu glikozanı qıcqırdırıq. Qıcqırdanı da bilirsən ki, bax yazıram C6H12O6-dan 2 mol etil spirt alınır da C2H5OH çıxır. Əgər birindən 2 mol yaranırsa, sənə 0,2 mol verib. 0,2 moldan nə qədər yaranacaq? Yoldaşımız dedi ki, mənim 0,4 mol spirt, 0,4 mol spirt yaranacaq. İndi bu 0,4 mol spirti əvvəl mən nəyə çevirməliyəm? Qrama. Elə deyilmi? Çünki burada sənə axırda mililitr istəyir. Rho və düsturundan istifadə edəcək. 0,4-ü vururam 46 qrama. Bu elədi. Necə tapmışdı bayaq nə? 18,4 qram. Elə deyilmi? Və 18,4 qramımız kütlədir, M-dir. Sıxlığımız verilib 0,8. Buradan V-ni də vahidi mililitrinə verib, sənə mililitr istəyir. Əgər litr istəsəyiz, sonra tapdığını gərək minə bölərdin. Mililitr verib, mililitr də istəyir. Buradan da V bərabər olacaq 18,4 bölünsün 0,8, o da eləyəcək necə? 23. Yaxşı, başa düşdün indi tam. Bax, sən mənə bayaq desəm, müəllim, niyə 22,4-dən istifadə eləmir? Çünki etanol dedik nədir? Qaz deyil də, mayedir. Bizim də o 22,4 söhbətimiz nələrə aid idi? Yalnız qazlara aid idi. Yaxşı. 76-ya bir dəfə də baxaq. Yəni, Süleymana görə tez baxdıq. Fisyon gedək. Deməli, selluloza verib. Selluloza bilirsən ki, formulu nədir? De görüm. Selluloza. Hamı nəsə sellulozanı bilmirəm, niyəsə qarışdırırıq hamımız. C6H10O5 elə nişastan sellulozan formulu eynidir. Burada yazıram nə? N. Burada polimerləşmə dərəcəsini 200 verib, mən də yazdım. 2000 verib, 2000 yazdım. İndi sən bilirsən ki, bunun bir molun tam efirləşməsinə biz bunu necə yaza bilərdik? C6H7O2, 3 dənə OH ayrı-ayrı yaza bilərdik. Elə deyilmi? Bu OH-ların haşı üstə gəlinsin, sirkə turşusu da CH3COH-ın nəyi OH-ları çıxacaqdır? 3 mol su verəcək. Yəni 3 dənə sənə bu sirkə turşusundan lazımdır. Yaxşı, 3 dənə H bundan çıxacaq. 3 dənə sən bundan götürməlisən ki, 3 dənə OH çıxsın. Yəni bir dənəsinə 3 dənə sirkə turşusu lazımdır. 2000-nə də nə qədər lazım olacaq? 6000, elə deyilmi? 3 dəfə çox. 6000 sirkə turşusu. Sirkə turşusunun emiri 60 qramdır. 60-a vuraram. Bu eləyər 36.000. 36.000 yox. Deməli 3, 4 dənə 0. Sonra onun da qramı kiloqrama çevirəndə 3 dənə 0 daldan istəyirəm. Olur 360 kiloqram. Aydın oldu. Sual qalmadı buradan. Başa düşmədiyiniz məqam qalmadı.